Okay, guys, today we are gonna talk about pronouns. As you know, pronoun has different types, and we will talk about personal pronouns. Deməli, bildiyimiz kimi uşaqlar, pronoun bir neçə növü var və biz bugün pronounun şəxs əvəzliyi formasından danışacağıq. Bildiyimiz kimi əvəzliyin şəxs əvəzliyində ümumiyyətlə iki hissəsi var. Adlıq əvəzlikləri və obyekt əvəzlikləri. Gəlin baxaq. Subjective adlıq. Adlığın hansı növləri var? I, you, he, she, it, we, you, they. Bunların hər birinin mənasını hamınız bilirsiniz. I, mən, you, sən, he, o kişi cinsi, she, o qadın cinsi, it, o kişi cansız, we, biz, you, siz, they, onlar. Okay, let's talk about objective pronoun. Okay, firstly, I would like to say subjective pronouns. They should use at the beginning of the sentence. Deməli, subjective pronounlar işlənəcək harda? Cümlənin önündə. Cümlənin önündə yazılır. Cümlənin önündə yazılır. Kim sualına cavab verir? Mübtəda vəzifəsindədir. Mübtəda kim sualına cavab verir. Gəlin indi baxaq sizlə objective pronounlara. Objective, yəni obyekt. Deməli, gəldik obyekt əvəzliklərinə. Me, you, him, her, it, us, you, them. Obyekt əvəzlikləri uşaqlar. Sanki Azərbaycan dilindəki təsirlik və yönlük hal şəkilçilərini qəbul edir. Yəni, me olur mənə, mənim. You olur sənə, sənim. Him olacaq ona, onun kişi cinsi. Her olacaq ona, onun qadın cinsi. It olacaq ona, cansız. Us olacaq bizə, bizi. You sizə, sizi. Them onlara, onları. Uşaqlar, bunların bəs deyə bilərik ki, adlıq əvəzliklərinin fərqi nədir? Birincisi tərcümə fərqidir. Məsələn, mən deyə bilmərəm ki, mən siz gəlirəm. Mən sizə gəlirəm deməliyik və biz sizə gəlirəm deyəndə artıq obyekt əvəzliyi işlədəcəyik. Gələk sizə demək you eynidir. Deyək onlara. Mən onlara gedirəm deyirik. Mən onlar gedirəm olmur ki, biri var deyirəm mən gedirəm they, yəni I go they. Bir də deyirəm ki I go to them. Mən onlara gedirəm. Uşaqlar, mən əgər harasa gedirəmsə, yəni ümumiyyətlə də mənə, sənə, onlara bu formalar olarsa, biz obyekt əvəzlikləri istifadə edirik. Obyekt əvəzlikləri cümlənin ortasında və ya sonunda yazılır. Ən asan tapma yollarından biridir. Adlıq işlənəcək cümlənin önündə, obyekt işlənəcək cümlənin ortasında və sonunda. Amma bu biraz test üsulu öyrənmədir. Əsas məntiqcə, yəni cümlə quranda necə tapırıq bəs bunu ki, hansını işlədirik? Əgər ki, söz önü və feil olarsa, feil və söz önündən sonra yazılır. Gəlin baxaq, feil deyəndə nəyi nəzərdə tuturuq? Go, come, sonra write, read, buy və s. Bunlar oldu nəyimiz? Feillərimiz, yəni verb, yəni feil. Gəlin baxaq söz önlərinə. Məsələn, in,
on, at, with, under, sonra əsas for, by. Bu sözlərimiz varsa nədir? Söz önü. Söz önlərində başqa formalar da var. Söz önü. Bunları keçəcəyik dəqiqliyinə. Deməli, feil və söz önündən sonra işlənir. Gəlin nümunə verək. Deyirəm ki, I buy many copybooks for them. Deyirəm ki, mən aldım. I buy yazmaq, yaxşı bought keçmişdim. Buy indiki sadə zamandadır. Mən keçmişdə demək istəyirəmsə bought eləyəcəm. Kökünü dəyişirəm. Gəlin ya da eləyək will buy. Will'ı bilirik də gələcək zamanda. I will buy. Mən alacağım çoxlu dəftərlər onlar üçün. Baxın, onlar üçün deyəndə for yazdım və sonra them qoydum. Burada they əsla olmaz. Nəyə görə? Çünki for var. For nədir? Söz önüdür. Söz önü olduğuna görə biz ona for söz önü olduğuna görə biz ondan sonra them yazmalıyıq. Z yaza bilmərik. Gəlin burada bir nümunə verək. Deyirəm ki, məsələn, elə burada olsun ki, I will buy copybook for them. Gəlin elə bu cümlənin özünə baxaq. Bu cümlədə buradakı I nədir uşaqlar? Buradakı I adlıq əvəzli idi. Nəyə görə adlıq əvəzli? Cümlənin önündə işlənib. Niyə mən burada me yazmadım? Çünki me cümlənin ortasında, əvvəlində işlənə bilməz. Həmçinin mənə dəftərlər alacam olmur axı. Mən dəftərlər alacam onlar üçün. Mənə dəftərlər alacam onlar üçün olmur. Amma mənim üçün dəftər alacam deyə bilərik. Məsələn, biz burada təzədən yaza bilərdik. I will copy books for me. Mən dəftərlər alacam özüm üçün. Bunu deyə bilərəm. Okay, problem yoxdur. Amma yenə də nədir? For'dan sonra nə qoyduq? Biz burada mütləq ki söz önü idi for. Ona görə ondan sonra biz qoyduq obyekt əvəzliyi. Bunlar bu qədər. Yəni əslində əvəzlik çox asandır. Bunları bir-birindən ayırmaq da çox asandır. Gəlin başqa baxaq. Məsələn, deyirəm ki, I deməyək. Deyirəm ki, Nuray will come us. Nə deyirəm? Gəlmək də come, düzdür. Nurayda will acaq əcəkdir. As nədir? Bizə, bizi. Deyirəm ki, Nuray bizə gələcək. Nuray bizə gələcək. Bizə. Baxın, buradakı bizəni yaratmaq üçün biz yazdıq as. As nədir uşaqlar? Obyekt əvəzliyi. Niyə bəs biz deyə bilərsiniz ki, müəllimə, we yazmadıq, as yazdıq? Nəyə görə? Çünki come feildir. Nə etmək? Gəlmək feildir. Biz Azərbaycan dilində bildiyimiz kimi nə etdi, nə edir, nə edəcək suallarına cavab verir. Ona görə də biz burada avtomatik olaraq obyekt əvəzliyi qoyuruq. Və ya deyirəm ki, Nuray nə ilə əvəz edirəm? She ilə. She will come us. O bizə gələcək. She. She var. Burada nəyə görə she'ni qoyduq? Come'a görə, düzdür? Come neydi? Feildir. Amma biz she'ni buna, daha doğrusu uşaqlar üzülürsən. Come'a görə biz as qoyduq. She'ni niyə qoyuq? Çünki cümlənin əvvəlidir. Cümlənin əvvəlində biz icra as, her yaza bilmək. Deyə bilərsiniz ki, müəllimə, her də qadın cinsdir. Gəlin yazaq baxaq. Her will come us. Çox gülməli olur. Onun gələcək bizə. Her oldu bu soru. Her will come us. Ola bilməz uşaqlar. Onun gələcək bizə olmaz. O gələcək bizə olmalı. Amma biz onun gələcək bizə olmaz. Sonra yazıram ki, məsələn, her mother will come us. Onun anası
bizə gələcək. Bunu yaza bilərik. Yenə hər ol deyim. Sorry. Okay. Bu düzgündür. Onun anası deyə bilərik. Onun anası deyəndə uşaqlar heç nə dəyişmir. Burada artıq verə bilərik. Bu halda biz obyektə, daha doğrusu obyekt əvəzliyini cümlənin önündə işlədə bilərik. Çünki biz burada her demirik. Her burada mother olur. Artıq bu olacaq asılı əvəzlik. Lakin biz hələ ki buna baxmırıq. Bunu sarı ilə işarələyirəm. Nəyə görə? Çünki hələ ki bu qayda bizim növbəti mövzumuzdur. O asılı əvəzliklərə aiddir. Hələ ki buna baxmırsınız. Bura qədərini kifayət qədər başa düşsəniz bəsinizdir. Hələ ki. Bunu isə növbəti dərs izah edəcəm sizə. Gəlin indi bunu buradan silin, fikrinizi yayındırmasın. Gəlin baxaq növbəti cümləyə. Məsələn deyirəm ki, bu dəfə də deyək ki, onlar bizə kitab alacaqlar. Olacaq. Onlar nədir? Zey. Niyə zey yazdım, zem yazmadım? Çünki onlara ya da onları demirəm və onlar cümlənin önündədir ona görə. Onlar. Sonra bildiyimiz kimi xəbərimiz gəlir. Almaq. Almaq nədir? Buy. Alacaqlar olan isə gələcək zamanda və biz will əlavə etməliyik. They will buy. Kitabıdır. Bir dənə kitab daha. Kitablar deyil, ona görə nə olacaq? E-book. Amma deyirik bizə. Bizə varsa burada nə qoymalıyıq? They will buy a book. Burada artıq olacaq uşaqlar. Bizim üçün. Biz bunu ingiliscə tərcümə edəndə elə çıxır ki, bizim üçün. Yəni for us. Onlar alacaqlar kitablar bizim üçün. Yəni bizə deyəndə bizim üçün də. Sadəcə biz Azərbaycanda onu qısaldırıq. Əslində bu akademik versiyada Azərbaycan dilində belə olmalıdır ki, onlar bizim üçün kitab alacaqlar. Yəni biz onu deyə bilmərik, onlar bizə alacaqlar. Bu akademik sayılmır. İngilis dilində də həmçinin belədir. They will buy a book for us. Deməli, biz niyə burada us yazdıq? Çünki cümləmizdə nə var uşaqlar? For var. Niyə they yazdıq? Məsələn, zem yazmadıq burada. Çünki cümlənin önündədir. Bu qədər. Ümid edirəm ki, hər kəsə bu mövzu aydın oldu.